Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar. Hər birinizi salamlayırıq. Bildiyimiz kimi ötən gün Ermənistan Xarici İşlər Nazirliyi bəyanat verdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı hər hansı bir problem qalmayıb. Eyni zamanda o da vurğulandı ki, bu vaxta qədər iki problem var idi, yəni iki punkt üzrə tərəflər arasında anlaşılmazlıq mövcud idi. İndi həmin məsələdə həllini tapıb. Rəsmi Bakı hələ ki Ermənistan bu bəyanatı ilə bağlı tutarlı, eyni zamanda əhatəli bir cavab verməyib. Ancaq sülh sazişinin harda imzalanması ilə bağlı məsələyə gəldikdə Azərbaycan tərəfi bildirib ki, bu barədə danışmaq hələ tezdir. Deməli, sülh sazişi bu günün sabahın işi deyil. Yəni bu il ərzində imzalanmaya da bilər. Baxmayaraq ki, ilin əvvəlidir, qarşıda təxminən 7 aylıq bir zaman kəsiyi var. İmzalanmamasının səbəbi hələ qarşıda bir sıra məsələlərinin həllinin vacibliyi durur. Birinci növbədə Ermənistan ilk növbədə işğal altında saxladığı Azərbaycan kəndlərini bizə təhvil verməlidir. Söhbət Qazaxın 3, Naxçıvanın bir kəndindən gedir. Eyni zamanda delimitasiya və demarkasiya işləri ilə bağlı mühüm irəliləyişlər əldə olunmalıdır. Doğrudur, delimitasiya prosesi uzun müddətlidir, bəzən 10 illiklər ala bilir. Ancaq müəyyən məsələlərdə bu istiqamətdə razılıq da əldə olunmalıdır. Məsələnin digər tərəfi, Ermənistan tərəfinin hər hansı bir bəyanatına inanmaq olmaz. Biz bunu zaman-zaman 30 il ərzində görmüşük. Bir tərəfdən atəşkəs istəyirlər, sülh istəyirlər, eyni zamanda digər tərəfdən də Azərbaycana qarşı mütəmadi olaraq təxribatlar hazırlayırlar. Paşinyan da sələflərin yolunu davam edir. Söhbət Kaçaryan-Sarkisyan rejimindən gedir. Ona görə də hər həftə bir bəyanat verən, bu bəyanatı əvvəlkini tamamlamayan Paşinyana da güvənmək bu baxımdan məncə sadəlövlük olardı. Ona görə də düşünürəm ki, çox güman ki, sülh müqaviləsi gələn il imzalana bilər. O da Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılmasından sonra. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında uzun müddət razılaşdırılmayan məsələlərdən biri də bu idi ki, Ermənistan konstitusiyasına düzəliş olunsun, Azərbaycana və Türkiyə ərazi iddialarına bir dəfəlik son qoysun. Bunun üçün də Ermənistan tərəfi referenduma getməlidir. Bu da deməkdir ki, Ermənistan tərəfi, yəni İrəvan bəyan edib ki, 2026-cı ildə, yəni gələn il referenduma gedəcək və bu məsələlər öz əksini tapacaq və bundan sonra davamlı sülhə nail olmaq yolunda yekun addımlar atılacaq. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında yeni referendumdan sonra ərazi iddiası çıxarıldıqdan sonra artıq Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gələcək. Bu da deməkdir ki, məsələ doğrudur, indi də gündəmdədir və ondan sonra əgər sülh prosesini istəyirsə, sülh sazişini istəyirsə tərəflər, Ermənistan 42 kilometrlik Naxçıvan yolunu açmalıdır və Azərbaycana dəhlizi verməlidir. Ermənilər başqa marşrutlar təklif edirlər, məsələ Yubadan məqamlardan biri də bu idi. Görünür, razılaşmada bu məsələdə öz əksini tapıb, yəni Zəngəzur məsələsi də dolayı yolla öz həllini tapıb deyə bilərik. İndi qalır məsələnin digər tərəfi, sülh sazişinin imzalanması. Bunun üçün də yeganə problem Ermənistanda referendum keçirilməsi və konstitusiyadan iki türk dövlətinə qarşı ərazi iddialarının bir dəfəlik yığışdırılmasıdır. Və bu baxımdan hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi gələn ilin ortalarına qədər uzana bilər. İndiki məqamda bu sülh müqaviləsinin imzalanması Azərbaycanın nə qazancına, nə də mənfəətinə gəlir. Çünki biz bu halda itirmiş olarıq. Doğrudur, Azərbaycan regionun süper gücüdür, hərbi baxımdan, siyasi diplomatiyada da üstün tərəf bizik bu məsələdə. Ancaq buna baxmayaraq, ermənilərin, hətta mən deyərdim ki, ermənilərlə imzalanan o sülh müqaviləsinə belə o qədər bel bağlamamalıyıq, yenə də gücümüzü artırmalıyıq. Və sülh prosesinə əngəl olan amillərdən biri də Ermənistan sürətlə silahlanmasıdır. Bildiyimiz kimi Fransa, Hindistan və Yunanistan durmadan Ermənistana yardımlar ayırır və belə olan halda bizim üçün
baş ağrıdıcı məqamlar meydana gələ bilər. Ermənistanda revanşistlər durmadan Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar verirlər. Eyni zamanda Avropa Şurasının, Avropa İttifaqından olan veteran müşahidəçilər təbii ki, dırnaq içərisində. Bu müşahidəçilər də mütəmadi olaraq Qazaxdan Zəngilana qədər Azərbaycan ərazilərinə gəlirlər, orada monitorinqlər aparırlar və bu dırnaqarası monitorinqlər nəticəsində onlar çalışırlar ki, Azərbaycan sərhədində müəyyən boşluqlar tapsınlar və həmin boşluqları Ermənistan tərəfinə ötürsünlər. Bunu ölkə başçısı İlham Əliyev də bir neçə gün əvvəl Bakıda keçirilən forumda bildirdi. Yəni görünür ki, Avropa Şurasına olan müşahidəçilər də bu məsələdə kəşfiyyatçı rolunu oynayırlar və kəşfiyyat toplamaq missiyasını yerinə yetirirlər. Bu missionerlərin Azərbaycan Ermənistan sərhədində təbii ki, başqa işi yoxdur. Və diqqət çəkən məqamlardan biri də ondan ibarət idi ki, Ermənistan tərəfi, Ermənistan Xarici İşlər Nazirliyi bildirəndən sonra ki, artıq sülh müqaviləsini istənilən vaxt imzalamaq mümkündür. Elə birinci Fransa prezidenti Emmanuel Macron Twitter hesabı X platformasında fikir paylaşdı və hər iki tərəfi təqdir etdiyini bildirdi. Amma Azərbaycan tərəfinin ən ali səviyyədə mövqeyi hələ ki açıqlanmayıb və ümid edirik ki, Bakı tələsməməyə çalışacaq və prosesin axarını, ipini öz əlində saxlamaqla, ona nəzarət eləməklə öz istədiyi formaya salına qədər sülh müqaviləsini imzalamayacaq. Çünki burada bizim 10 illikləri, 100 illikləri əhatə edən dövlət və dövlətçilik maraqlarımızdan gedir. Və çox güman ki, qarşıdakı proseslərdə əgər Ermənistanın Azərbaycana təxribatı olmazsa, bu müqaviləni ən azı bir il sonra, bir il yarım sonra, yəni 2026-cı il ərzində biz görə bilərik və 37-38 ildən sonra Qarabağ münaqişəsi tarixə qovuşacaq. Daha doğrusu Ermənistan-Azərbaycan münaqişəsi. Və məsələnin digər məqamlarından biri də və həssas nöqtələrindən biri də odur ki, əgər Ermənistan Azərbaycana qarşı qarşıdakı aylarda yaz kampaniyasında təxribatlar törədərsə, o zaman indiyə qədərki bütün danışıqlar, söhbət 5 illik danışıqlardan gedir. Bunların hamısı tarixə qovuşacaq və Azərbaycan ordusu ikinci dəmir yumruq əməliyyatı başlayarsa, o zaman Bakı və İrəvan sülh proseslərinə, sülh danışıqlarına yenidən başlamalı olacaqlar ki, bu da 5 ilin, keçmişdə qalan 5 ilin və onun nailiyyətlərinin itirilməsi demək olacaq. Yəni sülh şərtlərinə yenidən baxılacaq. Düşünürəm ki, Nikol Paşinyan hakimiyyəti bütün bunları dərk eləyir və hər hansı bir təxribatın onlar üçün nə ilə nəticələnəcəyini yaxşı anlayır. Hətta ikinci dəmir yumruq Ermənistan dövlətçiliyi üçün də böyük təhlükə ola bilərdi. Və son olaraq bir nüans da qeyd edeyim. Ermənistan ordusunun ipi təkcə Paşinyanın əlində deyil, həm də Kremlə bağlı Ermənistan ordusunda müəyyən hərbi dairələr var, generallar, yüksək rütbəli zabitlər var. Onlar da istənilən vaxt Azərbaycan ordusuna qarşı təxribatlar həyata keçirə bilərlər. İstənilən halda bizim üçün maraqlı deyil, bizim əsgərimizə güllə atanın cavabı artıqlaması ilə veriləcək. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın.